məhlə söhbətlərini burada eləyirik. Nədir o ağır mövzu? Çox belə qarma-qarışıq bir münasibətdən gedir mahnı. Hansı münasibət? Çox belə, çox qarışıqdır. Yəni biraz risklidir. Show biznesdəki qarma-qarışıqlıq. Bəs nə münasibət? Şəxsi münasibətlər, biraz Şəxsi münasibət. intriqantlı mahnıdır. Bu kim yazıb onu? Özüm. Ax, artıq gördüm bəstəkarlardan bir şey çıxmır, özün yazırsan. Bəli. Sözlərini də mi? Bəli. Yəni bu... Bəstə də özümün, söz də özümün. İlk dəfə də olacaq. İlk dəfə, hələ üzərində iş gedir, yoxsa bugün səslənəcək? Yox, bugün yox. Bugün burada istədim anons verim. Elə sizdə də inşallah alınsa, uyğun görsöz. Uyğun görür. Burada anons gedirsə, burada olmalı. Amma üzərinizə götürürsünüzsə, Başqa yerdə getsə, inanın ki, qalmaqal yaradaram onda. İndi klipdə çəkilirsinizsə, o üzərinizə götürürsünüzsə o məsələni, biraz şey var orada, biraz belə məqamlar, Yaxşı, qaranlıq. bax belə deyək də, o klipdə çəkilməyimə mənə nə qədər pul verəcəksən? Siz gənclərə dəstək. Niyə mən dəstək fonduyam? Vallahi hamı deyir Mətanət xanım hamıya dəstək olur. Nə oldu mənə çatdı sizdə ödəniş? Niyə? Başqasına ödəniş olar, Mətüşə gələndə. Nədir mən? Yardım fondu zadıyam mən. Çünki Mətanət xanım yox. Nə deyirlər? Ən dəyəri olmayan şeyin, dəyəri o... Qiymətsiz. Bəli. O qədər sizin... Əntiq əşya zad deyərsən, evim də yıxılar, heç nə.